1943-cü ilin yayında Stalin, Roosevelt və Churchill görüşmə qərarına gələndə məkan seçimi liderlər üçün ciddi problemə çevrilib. Ayrı-ayrılıqda hər bir dövlət başçısının konkret təklifləri olub. Görüşün Arxangelskdə, Həştərxanda, Alyaskada, Şotlandiyada və sair məkanlarda keçirilməsi müzakirə edilib və hər dəfə də siyasilərin müxtəlif arqumentləri son qərarın verilməsini təxirə salıb. Sonda Stalinin konferansın Tehranda keçirilməsi təklifi yekdilliklə qəbul edilib və sonra Tehran 43 adı ilə bu konferans tarixə yazılıb. İlham Cəmiloğlu yazır ki, seri lideri Yosif Stalin Tehrana yol planı təhlükəsiz orqanlar tərəfindən son dərəcə ciddi şəkildə işlənilib hazırlanıb. Plana əsasən Sovet liderinin Bakıya qədər qatarla, Bakıdan Tehrana isə təyyarə ilə uçmağı nəzərdə tutulub. Lavrenti Beriya tərəfindən yol boyu bütün məntəqələrdə fəaliyyət göstərən təhlükəsizlik xidmətlərinə məxfi telefonoqrammalar göndərilib. Bir neçə bənddən ibarət olan bu göstərişlərdə yol boyu ən kiçik yaşayış məntəqələrində belə ciddi yoxlamaların aparılması, ən cüzi şübhə doğuran insanların təcrid olunması, üç-qat mühafizə sisteminin yaradılması və s. öz əksini tapıb. Əvvəlcə dəmir yol xəttinin minalarının təmiz olmasını yoxlamaq məqsədi ilə yük vaqonları qoşulmuş lokomotiv xəttə buraxılıb. Sonra isə Stalini Bakıya aparan qatar öz ünvanına istiqamət alıb. Səfər tam məxfi saxlanılıb. Hətta maşinçilər qatarda kimin getdiyini bilməyib. Bakıda Yosif Stalini Azərbaycan Kommunist Partiyasının Mərkəzi Komitəsinin birinci katibi Mir Cəfər Bağırov qarşılayıb. Xidməti maşına əyləşəndə Stalin Bakını gəzmək istədiyini bildirib. Mühafizəçilərin müşayiəti ilə Stalin və Bağırovun əyləşdiyi avtomobil Bakının küçələrini dolaşıb. Vayl istiqamətində Stalin türməni göstərib. Bağırov, yoldaş Stalin, illər ötsə də unutmamsınız deyir. Stalin isə öz növbəsində türmə həyatı unudulmur, yoldaş Bağırov. Sonra Stalin Azərbaycandakı vəziyyətlə maraqlanır. Bağırov qısa və konkret respublikadakı vəziyyət haqqında Stalin məlumatlandırır. Dəniz sahilində Stalin maşından düşüb, sahildən Bakının ümumi mənzərəsini seyr edir. Bakı çox dəyişib, şəhər gözəlləşib. Yenidən avtomobilə minəndə Stalin Bağırovda bir Azərbaycanlı haqqında maraqlanır. Mən Suraxanda işləyəndə neft buruqlarında bir Azərbaycanlı çalışırdı. 1907-ci ildə. Çox təmiz, vicdanlı, insanpərvər və etibarlı adam, həm də yaxşı neftçi idi. Adı Nadir Babayevdir. Siz onu tanımırsınız? Xeyr, yoldaş Stalin, amma dərhal həmin şəxsin tapılmasına göstəriş verəcəm. Axtarın onu. Maraqların vəziyyəti necədir? Nə işlə məşğul olur? Və mənim şəxsi salamlarımı çatdırın. Bağırov Stalini Tehrana yola saldıqdan sonra Nadir Babayev təcili axtarışı üçün göstəriş verir. Həmin vaxt o Balaxanda neft buruqlarında usta işləyirmiş. Nadir Babayevə məlumat verilib ki, Bağırovun qəbuluna getməlidir. Həmin dövrdə belə qəbulların əsasən heç də xoşməramlı olmadığını hamı yaxşı dərk edirdi. Nadir Babayev də bu xəbəri alanda özlüyündə öz təmizliyini, dövlətə xəyanət etmədiyini, əməllərində heç bir cinayət işinin olmadığını düşünsə də böyük həyəcan keçirir. Səhərsi gün Bağırovun məruz edilib ki, qonaq qəbuldadır. Nadir Babayevi qəbul edən Bağırov kabinetdə onun qarşısına çıxıb əl uzadır. Hə, həmin Nadir Babayev sizsiniz? Buyurun əyləşin. Heç nə anlamayan buruq ustası göstərilən stulda əyləşib həyəcanla sonluğu gözləyir. Babayev, bilirsiniz sizi niyə çağırtdırmışam? Xeyr, yoldaş Bağırov. Sizinlə şəxsən Yosif Stalin maraqlanır. İllər keçsə də o sizin zəhmətkeş, etibarlı bir insan olduğunuzu unutmayıb. Siz əsr kommunistsiniz. Yoldaş Stalin şəxsi salamlarını sizə çatdırmağı mənə həval edib. Sonra Mir Cəfər Bağırov Nadir Babayevin işləri ilə maraqlanıb və son qərarını verib. Mən bu gündə sizə Balaxandakı bütün neft yataqlarının direktoru təyin edirəm.